Salam, heç fikirləşmisiniz ki, bəzi boşqablar niyə sadəcə yemək yox, əsl sənət əsəri kimi görünür? Elə bugün bir aşpazın gözü ilə o boşqabdakı həndəsənin, yəni o nizamın sirlərini və arxasındakı elmi açacağıq. Baxın, bu çox vacib bir məqamdır. Sunum sadəcə bir bəzək-düzək deyil, o birbaşa dad təcrübəsinin özüdür. Axı biz yeməyi ilk öncə gözlərimizlə dadırıq, elə deyilmi? Yaxşı, gəlin hər şeyin başladığı yerə gedək. Bomboş, ağ bir boşqab. Bəs bu boşqatanı bir sənət əsərinə çevirən o təməl qaydalar nədir? Başlayaq. Bilirsiniz, mükəmməl tərtibatlı bir boşqabın sirri əslində çox sadə, klassik bir sistemdə gizlənir. Elə bir sistem ki, hər kəs evində bunu tətbiq edə bilər. Baxın, bu sistem çox sadədir. Təsəvvür edin ki, boşqabınız 1 saatdır. Yeməyin əsas ulduzu, yəni protein, həmişə qonağa ən yaxın hissəyə, saat 3 ilə 9 arasına qoyulur. Karbohidratlar onu saat 9-dan 12-yə qədər olan hissədə, qarnirlər və tərəvəzlər isə 12-dən 3-ə qədər olan hissədə tamamlayır. Vəssalam, məntiqli və balanslı bir kompozisiya hazırdır. Və gəldik ən qızıl qaydaya. Boşqabın kənarına toxunmaq olmaz. O kənar sizin sənət əsərinizin çərçivəsidir. Nə bir soğus damlası, nə barmaq izi, nə də bir göyərti yarpağı. Çərçivəni təmiz saxlayın ki, əsəriniz parlasın. Yaxşı, təməli qoyduq. İndi isə gəlin görək, bu təməlin üzərində nə qurulur? Yəni, bir boşqabı göz üçün həqiqətən də bu qədər həyəcan verici edən nədir? Gəlin bir anlıq bu iki boşqaba baxaq. Soldakı necə də sönük və darıxdırıcıdır, elə deyilmi? Amma sağdakı canlı, dinamik, sanki səni çağırır. Bəs fərq nədədir? Cavab çox sadədir. Kontrast. Rəng və tekstura kontrastı yeməyin can damarıdır. Elə buna görə də deyirlər ki, monotonluq, yəni bir rəngilik, bir ahillik iştahanın ən böyük düşmənidir. Menyu planlaşdıranda təkcə dadı deyil, həm də boşqabın memarlığını düşünmək lazımdır. Hissləri oyatmaq üçün boşqabda mütləq kontrast olmalıdır. Baxın, bu boşqab dediklərimizi mükəmməl şəkildə izah edir. Yaşıl noxudun o xırtıltısı yumşaq bir pürenin yanında, canlı rəngli tərəvəzlər, bütün bu fərqli teksturalar və rənglər bir araya gələrək sadə bir yeməyi əsl təcrübəyə çevirir. Yaxşı, indi gəlin biraz fərdi boşqabdan uzaqlaşaq, sanki kameranı biraz geriyə çəkək və özlüyündə bir sənət növü olan ortaq bol bir süfrə anlayışına baxaq. Bizim mədəniyyətimizdə diqqət mərkəzi tək bir yeməkdən bütün süfrəyə keçir. Süfrə sadəcə yemək üçün bir yer deyil, o, birbaşa gözlər üçün açılan bir ziyafətdir. Elə süfrə fəlsəfəsinin özü də bolluq və səxavət deməkdir. Məqsəd eyni anda süfrəyə düzülən o müxtəlif salatlar, göyərtilər, pendir, turşularla həm mədəni, həm də gözü doyurmaqdır. Və nəhayət, gəlib çatırıq sunumun zirvəsinə. Bayaqdan bəri danışdığımız bütün prinsiplər üçün mükəmməl bir nümunə olan o möhtəşəm vizual şouya, çay məclisinə. Bu mərasimin tam qəlbində əsl heykəl kimi dayanan samavar var. O, süfrənin əsas cazibə mərkəzidir. Bütün digər elementlər, şirniyyatlar, stəkanlar onun ətrafında mükəmməl bir həndəsə ilə, sanki bir zərgər dəqiqliyi ilə düzülür. Sunum həndəsəsi dediyimiz, bax elə, budur. Bilirsiniz, bu sadəcə çay dəmləmək deyil, bu incə və zərif bir dad yaradan, hər addımı diqqətlə icra olunan xüsusi bir ritualdır. Bir anlıq düşünün, bu sunum və bu mədəniyyət o qədər dəyərlidir ki, UNESCO tərəfindən bütün bəşəriyyətin mədəni irsi kimi tanınıb. Yəni bu, sadəcə çay deyil, bu bizim qonaqpərvərliyimizin beynəlxalq simvoludur. Şəkərburanın üzərindəki o incə naxışlar, paxlavanın həndəsi forması, mürəbbələrin kristal qablarda parıltısı, bütün bunlar bir araya gələrək sadə bir çay süfrəsini incə bir sənət əsərinə çevirir. Beləliklə gəldik əsas nəticəyə. İstər tək bir boşqab olsun, istərsə də zəngin bir süfrə. Mükəmməl sunum əslində sizin o yeməyə və ən əsası qonağınıza göstərdiyiniz diqqətin və hörmətin səssiz bir ifadəsidir. Unutmayın, yemək ilk növbədə gözlə yeyilir.